Şəxsi tikili ev axtaranlar özdə maya dəyərindən bu təqdimat sona qədər izləsin. Masazırda yerləşir 2 sot torpaq sahəsində inşa olunub, uzun müddət yaşayış olmuş, tam oturuşmuş bir evdir. Sağına solun arxasından keçid etmək mümkündür. 4 tərəfdən cüt kubiklə inşa olunub. Paket damdır gördüyünüz kimi və mərtəbənin yekunda da beton kəmər atılıb. Deməli, həyətyanı sahə bu qaydadadır. Bu hissə bağınızı, deməli, stulunuzu qoyub çay içmək üçün, yemək üçün və s. əla təklifdir. Əla variantı daha doğrusu. Həyətyanı sahənin işıqlandırılmasında hər tumbada, hər sütunda lampalar quraşdırılıb. Darvazanın ön hissəsində də bir maşın saxlaya bilərsiniz. O ərazidə bu evə aiddir. Bu hissədə isə 3 maşın sərbəst şəkildə daxil ola biləcək bir həyətyanı sahə var. Evin sağ-sol arxa tərəfini keçid etmək mümkündür. Pəncərələrin çərçivələri quraşdırılıb. Bu hissə betonlanıb. Teras kimi saxlanılıb. Çox səliqəli formada görülmüş işlərdir. Həqiqətən də evin daxilində yenidən təmir işləri həyata keçirilir və satılır. Paket Kupçalı dövlət ipotekasına yararlı evdir. Bu ərazidə torpağın bir sotunun qiyməti 25.000 manatdan təklif olunur. Ən yaxşı formada alsaz 22-23 min manata alarsınız. 2 sotdan inşa olunub, 3 otaq şəxsi tikili cəmi 79.000 manatdan təklif olunur. Torpağın qiymətini çıxsaz 45-50 min çıxırsınız. Yerdə qalan 30 minə bu evi tikmək mümkün deyil. Özünüz də bilirsiniz. Plus ki, deməli, sənədi, sübutu, kanalizasiyası hər biri qaydasındadır. Masazırda 6 nömrəli Məktəbin Araz Marketin 100 metrliyindədir. Tam yaşayışlı, hündür, əla, rütubətsiz bir ərazidir. Ən çox tələbat olan ərazi məhz bu qeyd etdiyim bu ərazidir. Laminat da vurulacaq, qapılar da qoyulacaq, əksi işlərin hər biri tamamlanıb alıcılara təhvil veriləcək. Alıb dərhal qeydiyyata düşə bilirsiniz. İstənilən notariat kontorunun asan xidmət mərkəzinə alıb satıb getmək mümkündür. Pəncərələrin çərçivələri görürsə, arxa tərəfdən də qoyulub. Burası sonuncu yataq otağı. Qiymət 79.000 manatdır. Nömrəm 077-744-36-33. Evin tikili sahəsi 85-90 kvadrat metrdən ibarətdir. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.